Kişiləri ən çox sevindirən 5 amil. Kişilərin gündəlik həyatda xoşbəxt və məmnun olmasına təsir edən əsas faktorlar açıqlanıb. London School of Economics tərəfindən aparılan xoşbəxtlik axtarışı kişiləri xoşbəxt edən amillər adlı araşdırma kişilərin emosional rifahına ən çox təsir edən nəsnələri müəyyən edib. 10 ölkədə 10 min kişi arasında keçirilən bu tədqiqat bir sıra maraqlı nəticələr ortaya çıxarıb. Araşdırmaya görə kişiləri ən çox sevindirən birinci amil ailə və uşaqlarla vaxt keçirməkdir. Respondentlərin əksəriyyəti qeyd edib ki, ailə ilə qurulan emosional yaxınlıq və övladlarla münasibət onlara daxili rahatlıq verir. İkinci önəmli faktor uğurlu karyera və özünü faydalı hiss etmək olub. İş həyatında uğur qazanan və ictimai faydalı olduğunu hiss edən kişilər daha az stres yaşayır və daha məmnun həyat tərzi sürür. Üçüncü yerə isə səmimi dostluqlar çıxıb. Araşdırma göstərib ki, kişilər üçün güvəndikləri dostlarla vaxt keçirmək psixoloji tarazlığı qorumaqda əhəmiyyətli faktordur. Dördüncü amil hobbilər və şəxsi maraqlardır. İdman, musiqi, səyahət, balıq tutmaq, futbol oynamaq və ya fərdi fəaliyyətlər kişilərdə gündəlik həyatda rahatlama imkanını yaradır. Beşinci və sonuncu əsas səbəb isə hörmət və qəbul olmaq hissidir. Cəmiyyətdə və ailədə dəyərli sayılmaq kişilərin özünə inamına birbaşa təsir göstərir. Mütəxəssislər bildirir ki, bu faktorların balanslı şəkildə mövcudluğu kişilərin emosional və sosial rifahını əhəmiyyətli dərəcədə gücləndirir və sağlamlıqlarına müsbət təsir edir.